6 ay ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib. Qida Təhlükəsizliyi Agentliyinin 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında qurumun sədr müavini Əli Nəbiyev dedi ki, ciddi nöqsanlara görə 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Nöqsanları aradan qaldıran 95 müəssisənin fəaliyyəti isə bərpa olunub. Uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib. 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30,7 ton ət məhv edilib. Verilən açıqlamaya görə yaxın günlərdə Xaçmaz heyvan bazarı fəaliyyəti başlayacaq. Ümumilikdə 6 ay ərzində 11 heyvan bazarı yenidən qurmadan sonra istifadəyə verilib. Hazırda ölkədə 14 heyvan bazarının fəaliyyəti bərpa edilib. Bununla da fəaliyyət göstərən belə bazarların sayı 15-ə çatdırılacaq. Fəaliyyət göstərməyən heyvan bazarlarının açılmaması səbəbi də tələblərə uyğunlaşmamaqdır. O istiqamətdə heyvan bazarları tədbirlər görməkdədir. Hazırda uyğunlaşdırma tədbirlərini davam etdirən bazarlar mövcuddur. Məsuliyyətlə bu məsələyə yanaşan sahibkarlarımıza da minnətdarlığımızı bildirmək istəyirik ki, ən qısa müddətdə operativ tədbirlər görüblər və heyvan bazarlarını beynəlxalq səviyyəyə uyğunlaşdırıb və heyvan rifahını, heyvan sağlamlığını, nəticədə əhali sağlamlığının təmin olunmasında bizlə birlikdə əməkdaşlıq çərçivəsində həmin tərəflərə çox qısa müddətdə uyğunlaşaraq riayət etdik. Konfransda bildirildi ki, yeniyetmələr arasında energetik içkilərin istehlakının artırılması ilə bağlı 500 nəfər arasında sorğu aparılıb. Nəticəyə əsasən iştirakçıların 72% energetik olmayan içkiləri qablaşdırılmasına və vizual görünüşünə görə energetik içki hesab edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı monitorinq və laborator analizləri də bu nəticələri təsdiqləyib. Araşdırma zamanı məhsulların yarıdan çoxunun qablaşdırılmasında güc və enerji simvolu kimi təqdim olunan vizual elementlərdən istifadə olunduğu müəyyən edilib. Bu cür uyğunsuzluqlar digər qidaların etiket məlumatında da müşahidə olunub. Qanunvericilikdə əgər bir məhsul kərə yağıdırsa, mütləq şəkildə onun tərkibində müəyyən bir faiz süd yağından əldə olunan yağ olmalıdır və orada bitki yağı qarışığı olmamalıdır. Qida Təhlükəsizliyi haqqında qanunun 17-ci maddəsi bunu çox aydın şəkildə tənzimləyir. Orada bildirilir ki, heç bir məhsul üzərində etiketlənməsində məhsula xas olmayan xüsusiyyətlər göstərilməməlidir və istehlakçıda yanlış təəssürat yaratmamalıdır. Bu kimi hallarda bəzən əmtəə nişanlarının adları və ya tərkibinə bitki yağı əlavə olunsa da onu çox xırda yazılarla göstərilən hallar müşahidə olunur. Tədbirlər çərçivəsində bazarlarda etiketsiz satılan ağartı məhsulları etiketlənəcək. Proses əvvəlcə Bakı şəhərindən başlayıb tədricən region bazarlarını da əhatə edəcək. Bundan başqa o da qeyd olundu ki, arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib. Nəzarət tədbirləri zamanı bir sıra sosial şəbəkə platformalarında şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən və ya poçt vasitəsilə sifariş olunan qida məhsulları qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb. Bu tendensiyanın ən qabarıq müşahidə olunduğu sahələrdən biri idmançı qidalarıdır.